Bu gördüyünüz ev 51.000 manatdan təklif olunur. İstipolla təchiz olunur. Metroya gedən marşrut yolunun 50 metrliyində yerləşir. Evin elə qarşısından 50 metrlik məsafədən oturursunuz marşruta, birbaşa metroya hərəkət edir. Masazırda yerləşir. Cüt daşla inşa olunub. 40-40 təməl üzərində və mərtəbənin yekunda da beton kəmər atılıb. Kombi aparatı burada quraşdırılacaq. Paket kupçalı dövlət ipotekasına yararlı evdir. Belə bir həyətyanı sahə var. Hadisə 20 kvadrat həyəti var, ancaq kaletka qapıdan istifadə olunub. Daxil oluruq evə. Qranit gördüyünüz hər bir yeri istipolla təchiz olunub. Girişdə sağ hissədə yerləşir evin mətbəx sahəsi. Buranı qapada da bilərsiniz. Bu hissələrin bir daha xatırladım. Qranit gördüyünüz hər bir yeri istipoldur. 2 ədəd yataq otağı, bu gördüyünüz qapı, soldakı plastik sanuzel, ən soldakı isə qonaq otağıdır. Xudmani evdir. Bu qiymətə heç bir yerdə 3 otaqlı ev tapa bilməzsiniz. Qanun 3 otaqlı ev, işıqlar qoşulur deyil hazırda. Bu evin qonaq otağıdır. Televiziya üçün də bir dekor işlənib. Şəbəkə pəncərələrdən istifadə olunub. Bu evin sanuzelidir. Sanuzelde istipolla təchiz olunub. Bura bir yataq otağı. Bura isə növbəti yataq otağı. Masazır qəsəbəsində 569 nömrəli marşrut var. Avtovazır metrosuna hərəkət edir. Onun son dayanacağına 50 metrlik məsafədədir. Əlaqə saxlamağı unutmayın. Belə fürsətləri əldən qaçırmayın. Çünki bu qiyməti 3 otaqlı, həm də paket kupçalı evlər yoxdur. Qazı su işığı fasiləsizdir və mərkəz kanalizasiya var. Bir daha qeyd edirəm. Qaz su işığı fasiləsizdir, mərkəz kanalizasiya var. Ev və torpaq kupçalıdır. Sağ olun, hələlik.